Deməli, Yusif, indi forna, if, elif və else şərtlərinin tətbiqini görəcəyik. Biz keçən dərsdə bunu işlədik. Biz də bütün şərtləri yazdıq. Normalıca bir dənə sadə bir şərtdən başlayaq. Tutaq ki, bir rəqəmin həmişə də bunu işləyirik ki, sən daha rahat öyrənə biləsən. Yəni ən azından bir ilki mərhələdə bunları yaxşı tətbiq edəsən. Bir rəqəm cüt olduğunu necə yoxlaya bilərik? Məsələn, rəqəmimiz x-dir. X-a da deyirəm ki, tutaq ki deyirəm, x-im olsun mənim 9. Mən yoxlamaq istəyirəm ki, tutaq ki, ha, bilmirəm yəni, 9-u misal üçün yazsam. Bunun cüt olduğunu necə yoxlaya bilərəm? İfe üstəsin. İkiye bölünsə Şərtimiz necə olacaq? İlk if-lə başladıq. Sonra aha, i, x, x, sonra i, 9, bir rəqəmin keçən nə demişdik? Bir rəqəmin cüt olduğunu yoxlamaq üçün böl 2 yazırıq yoxsa faiz. faiz 2. Faiz niyə yazırıq bəs? Faiz çünkü Bizə nə verir faiz? faiz qalx. Qalıq verir, bəli. Sonra İki beraber. 2 niyə bərabər yazdıq? İki beraber yaptık. Qalx Aha. olduğuna olmasın olduğunda qalığa göre. Sağ qalığa görə. İndi onu izah edərəm. 0. Bilib amma izah edə bilmədi. Səbəb nədir? Biz buradan qalıq alacağıq. O qalığın 0 olub olmadığını yoxlayacağıq. Tamam. Biz indi burada nəyi yoxlayırıq? 0 olduğunu yoxlayırıq, olmadığını. Olduğunu yoxlayırıq. Okey. Sonra Sonra yazdık. altda yazırıq. Benim, Okey. Print istəyirsən, print olsun. Aha. Print. benim, Mötərizəni açdıq. bir, Nə yazaq? ikiye bölün. Cümlə kimi yazaq. Aha, nə yazaq? Bax, cümlə mi yazaq? Nə istəyirsən? Nəyi çap eləsin? İkiye 2-yə bölsün. Cümlə kimi yazıb 2-yə bölünür. Yaxşı. 2-yə bölünür. Aha. İndi bax, burada bu şərt, bu yazı nə vaxt çıxacaq Yusif? bölün. Üstəki işləyəndə. Bu nə vaxt işləyəcək bəs? Bəli, qalıqsı yox yəni. Yəni ki, x-a verdiyimiz rəqəmlər cüt olanda aşağıdakı da işləyəcək. Məsələn, mən bu x-i işlətdim. Bax, x-i çağıraq, baxaq. 2, 9. Bəs bunu mən işlətsəm nə alacam? 9 ikiye bölünür qalıq. Qalıq olsun da. Biz yoxlayırıq. Qalıq ikiye bölünür. Bura bizə da belə deyil. Bura sənə 2 dənə şərt cavab verə bilər. Ya true verəcək, ya false verəcək. İndiki vəziyyətdə true verir, false verir. Niyə false verir? Çünki İkiye burada nə alacaq biz? 9-a bunu böləndə nə alacaq cavab? Yox, buradan sırf bu seçdim. Görən gələdiyim hissədir. bir. 1. Bu nədir? 0. 1 0-a bərabərdirmi? Cavab nə verir bizə? False. False verdiyinə görə də bu işləmir. Düzdür? Kodu işlədəyə baxaq. Baxırıq heç nə bizə göstərmir. Bir dənə də else yazaq. Else yazaq mı? Və səni də çaşdıracağam. Çaşdırdım deyəndə bir iki yerdə diqqətli yazsın, mən elədiyim səhvləri sən düzəldərsən. Aha. Sonra 2 nöqtə. Altı kesik bir. Keçdi. Print. Mötərizəsini də sənə görə də mən yazdım. Nöqtə bölün. 2 nöqtə. Nöqtə bölün. Yaxın üstdən dırnaq qoyun. Dırnaqlar. Aha. Üçə böl. Sən niyə bölək? Yazıq. Yazıq 2-yə bölünmür. İkiye bölün. 2-yə bölünmür. Daha sadə yazılır. İndi sən 9-a görə fikir bilirsən, biz ümumi kod yazmalıyıq. 2-yə bölünür və ya 2-yə bölünür. Mən bu kodu deyirəm ki, işlətsə error alacaq. Sən razısan məndən? Razı deyilsən. Düz işləyəcək kodumuz. Dəqiq. Yaxşı, baxaq. Mən sənə dedim, bir yerdə səhvlik eləyəcəm. Aha. De görək nəyə səhvim. Burada olmalı, burada olmalı. Sağ. Harda olmalıdır? S. S ifin altında olmalı. Bax, avtomatik düzəltməmişdən qabaqki vəziyyətə bax, qırmızı altına xətt çəkir ki, xəbərdarlıq edir bizə. Nəsə yolunda getmir. Sildi. Sən məntiqinə fokuslandın. Mən amma sintaksisində səhv elədim. İndi işləyirik 2-yə bölünmür. Niyə 2-yə bölünmür cavabı çıxdı? Çünkü ikiye bölünür cevabı düzdür. Aysa.
Bəs, bəs. Else-də niyə arxasına bir şərt yazmadıq? Bəli, else şərtsiz işləyir. Bu da düzgün. Başqa bir dənə də elif yazaq mı? Bura elifi tətbiq eləmək biraz gəl elə belə bir elif də tətbiq edək bu şərtə. Misal üçün 2 tutaq ki burada 2-yə bölünəndə qalıq ya 0 olacaq, ya 1 olacaq. Düzdürmü? Elif yazsaq nə yaza bilərik? Məsələn, nə fikirləşə bilərik elifdə? Bir şərt fikirləşək. Düzəldik. 2-yə olmasın, 2-yə bölünmür. Başqa bir şərt verək. 2-yə bölünməz. Gəl 2-yə bölünməni yoxladıq. Gəl burada da 3-ə bölünməni yoxlayaq. Elə if yox, elif yazaq. Elif yazaq deyirsən. Aha, təzədən. Elif dənə şərti ver. Aha, x. Eyni şərt yazaq. Eyni şərt yazmayaq. Ardı aşağıda da mən şərtdə deyirəm hər şey. X. X 3-ə qalıqsız bölmə eləyək. Necə yazacaq? 3-ə qalıq. Bölünsün, yoxsa faiz işarəsi. Sonra 3. 2 bərabər 0. Qoşa nöqtə. Aha. Buna biraz boşluq qoyaq ki, gözümüzü yormasın. Baxaq. Aha. Print. Nə istəyirik? 12 kvadratı. 144. Niyə 12 kvadratını istəyirsən ki? Tamam da, yəni axı 2-yə də bölünür. Gəl elə yazaq da. X-in kvadratı yazaq bəlkə daha maraqlı olsun. X-in kvadratı necə yazacağıq? X üstü kvadrat necə yazılır? Beləmi qoyaq? Necə qoyacaq 2-ni? Tamam, düz deyirsən də şərtini də düz deyirsən, yazılış olaraq da deyirsən. Tam ayısı. Neçə dənə oldunuz? Aha. Ayısı. 2 dənə oldunuz. 2. Bu da oldu kvadratı. Misal üçün. Ən sonunda da 3-ə də bölünmürsə, 2-yə də bölünmürsə, bura nə yazaq? Bax, if şərti ödənməsə, bu da ödənməsə, ən axırda bu. Hansı rəqəmlər bölüb? Nəticədə bura bax, elsə, hansı rəqəmlər gəlib çatacaq? Elsə 3 gələcək. Bəs nə gələr elsə? 2-yə də bölünmür, 3-ə də bölünmür. Hansı rəqəmlər olacaq? X-in kvadratı nədir? Yox, buranı deyirəm. Hə, bura. Hansı rəqəmlər gələcək bura? Təbii ki, bu nə vaxtsa, else nə vaxtsa işləyəcək. Bir, sonra bir dənə də rəqəmdir. 2-yə də bölünməsi, 3-ə də bölünməsi. 4 2-yə bölünür. 5, 5. 5, 7, 11. Aşağı yuxarı tək ədədlər. Tək ədədlər. Başqa 15 də təkdir əslində. Tək ədədlər yazsaq səhv olur, çünki bu burada işləyəcək. Yazaq ki, belə yazalım. 5-ə sadə ədədlər yazaq. Sadə ədədlər. O da ola bilər. Sadə ədədlər, deyil. Sadə ədədlər. Məsələn. İndi işlədək kodumuzu. İşlətdik. Daha nə çıxdı? 81 çıxdı. Niyə 81 çıxdı? X-ımızı birdən unuda bilərsən. X 9. Niyə 81 çıxdı? 9. Hansı şərtimiz işlədi bizim? Elif şərtimiz işlədi. Yəni X-in qiymətini dəyişək. X-a nə verək? 4 verirsən hansı çıxacaq? If şərti çıxacaq. 4. If-i yoxlayaq indi. 2-yə bölünür. Bir dənə də X-a fərqli bir qiymət verək. O birisi şərtimizdə yoxluq görək. Bu niyə eləyirik? Biz yoxlamalıyıq ki, bizim yazdığımız kodun bütün şərtləri işləmir. İndi bir dənə də qiymət ver. Else-i də yoxlayaq. If-i yoxladıq. Elif-i yoxladıq. Else-i də yoxlayaq. Else-i yoxlamaq üçün X-a neçə verməliyik? 3 verməliyik Else-i yoxlamaq üçün. Else. Bu.
5. 5 verək. İşlətdik. Bunu da işlətdik. Sadə ədədlər. Şimdi düpbədüz. İndi bunun hamısını mən onu paylaşanda növbəti videoda da paylaşa bilərik. Gəl belə deyək. Ə, bu birisi hissədə fora tətbiq edək. Hə, for, def yox, for. Hı. İndi bu videoda, bu hissədə sənə for işlətməyi, bunu fora tətbiq etməyi göstərəcəm. Foru biz öncə izah elədik də, for necə işləyir falan və s. İndi for üçün başlayaq. For i, gəlin fordan öncə birinci biz özümüzə bir list yazaq. List olsun nə? Bir dənə bir C listi deyək. Ə, C listində nə yaza bilərik? İçində rəqəmlər nə yaza bilərik? Rəqəmlər yazaq da. Belə yazdıq. Bir qarışıq, bacardığımız qədər qarışıq bir rəqəmlər yazdıq. İndi bax, mənim məqsədim foru, bax, sənə belə bir sual. Forun tam olaraq məqsədini başa düşəcəksən. Desəm ki, Yusif, hər bir rəqəm üçün bu şərti yoxla gör hara düşür. Necə yazarsan? Forsuz. İfade. Hə, if, elif, else, forsuz dövr eləmədən necə yaza bilərsən? Hər bir rəqəmi bu şərtlərin içində yoxla. Bir-bir. Necə yazarsan? Şimdi yerine Aha. C olar. C olar. Yox. Yəni cavab. Sadə yol indi bilirsən necə alacaq? X-a dəfə 3 verəsən, bir dəfə 5 verəsən, bir dəfə 2 verəsən, bir dəfə hamısını bir-bir yazarsan və kod işlədəcəksən. Təxminən sənin kodunun sayı bunlar üçün burada neçə rəqəm varsa, gəl sayına da baxaq onun. Saydın mı içindəki rəqəm sayını? So. Yenə də bir kodla da göstərərik. Aha. 12 dənə rəqəmimiz var. Düzdürmü? 12-sinin hamısını rəqəm deməyib, bunları ədəd deyək də, 2 rəqəmli də. 2 rəqəmli də deyək, yox, rəqəmlər deyək. Aha. Bunların hamısını işlətdik, düzdür? Hamısını bir işlətməyin üçün sən x əvvəlcə bir dəfə 5 verirsən. Birinci hansı rəqəm? 3. Bir dəfə 3 verirsən. Sonra 5 verəsən. Sonra 7 verəsən. Yox, 2 gəlir. Sonra 7. Sən təsəvvür elə, bütün bunların hamısını bir-bir işlətməlisən. Bir-bir. Bu baş ağrısıdır. Buna görə də biz bunu nə etməliyik? Kodumuzu dövr elətdirməliyik. Əvvəlcə 3-ü götürsün, sonra 5-i götürsün, sonra 2-ni götürsün. Baxın. İndi Yusuf bunu fora tətbiq elə. Bəli, bunu tətbiq. Bu, Mhm. For, i, 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 c. c. C-ni işlətmişik biz. İşlətmişik artıq. C-miz var. Bilsən niyə yoxlamaq lazımdır? Hər bir kodu işlətməmişdən yoxlamaq lazımdır. Bu kod işləyir, işləmir. Aha. Nə edir sonra? Qoşan nöqtəni yazdım. Başqa nə yazacağım? Bir, Print niyə? Niyə çalışdın? Mən bu koda, bax bu koda foru tətbiq eləyirəm. Aha. Gəl arxasınca yazaq. Elə eləyək ki, rahat yaza bilək. Gəl mən sənin üçün bu kodu kopyalayayım. Burada yazaq. Aha. İndi kodu bura tətbiq et. Bax, bir də bilirsən də qoşa nöqtəni buradan yazıb sonra enteri basanda artıq özü boşluğu təyin edir. Aha. If-i yazaq. If sonra hə. c. C. Aha. Biz nəyi yoxlayırıq? Bir sürüden yok. C-nin içindəki rəqəmləri yoxlayırıq, düzdür? Aha, yox. O sayıdır. C-nin içindəki rəqəmlər bunlardır. Bir de. Hər biri yoxlayacaq. İndi burada necə yazacağıq? Bu məqsədi, forun məqsədi nədir? Dövrlər nədir? C-nin içindəki bir-bir hər bir rəqəmi götürmək. Biz indi nəyin üzərində işləyirik? Inform. Forla, yox, forla işləyirik, düzdür. Bəs nəyi götürürük dövrdən? İlər nə olacaq? Ay, so. Biz nələri yoxlayırıq? Ümumi rəqəmləri yoxlayırıq. Ha, indi biz də burada indi ilk öncə nəyi yox, yəni i'ləri yoxlayırıq. Tamam? Hə. İndi mən burada nə yazacağam? i, Aha, i3 yoxsa? Yox, i'ni onsuz da bu özü götürür də, öz avtomatik götürür ki, i3-dür.
Sonrakı dövrdə i5 olacaq. Sonrakı dövrdə i2 olacaq. İndi arxasını necə yazacağam? Bu kodu buna uyğunlaşdırmağa çalışacağam. İfi tamamlayaq sonra elifə keçək. Aha. Şey, Sən bax belə deyək. İ'nin 3, 5, 2, 7, 9 olduğuna ilişmə. Sən bura düstur yazırsan. Hansı rəqəm o düstura uyğun olsa o işləyəcək. Aha. İ niyə? iyice. Bu kodu buna tətbiq edəcəksən. Niyə x? Faiz. Bax, məntiqi düşün. X-i biz götürdük. X-i nə yazdıq? Bu iyi. İ yazdıq. Niyə i yazdıq? Çünkü Aha. iyi olmuş. İ oradakı hər bir təkdə bütün rəqəmlər düppədüz. İndi bura nə yazacaq? Arxasına nə yazacaq kodun? Böyle bir faiz var. Aha, faiz faizi 2. Aha, sonra 2 ilə bərabər, aha. 0, sonra Çünkü başa nöqtə, sonra da ikiye bölünür. bu sözü götürüb papiyada qoy. Düzdür? Vaxt itirməyək də elə bunu yazın. Aha, sonra Doğru. aha, Biraz tabii. ha tərəfə keç. Ay, sağ ol. Düz. Az qaldı. Yenə səni çaşdıracaqdım. Hə. Elif, İyi. Elif, i, aha. Sonra Çok oyun. 2 Elifdə şərt olmalı. Niyə özünü çaşdırırsan? Buna baxdım. Ha, iyi. Faiz. Ay, faiz 3, Şu beraber. 0, başa nöqtə. Biz. Keçməliyəm yoxsa yox? Belə yoxsa belə? Evet. Belə. Gəl yoxlayaq. Nə yazacağam? Keç, keçəsi olmadıq. Belə. İndi düz oldu. Hə, bu. Buraya falan kopyalayayım. Aha, gəl baxaq görək. Ctrl V. Başqa? Else. Keçdik. Else. Şərt yazmırıq bəs. Niyə? Ay, sağ ol. Aha, sonra? Aha. Sade. Kodumda səhvlik var ha. Canavar. Kodda bir dənə səhvlik var. Görüm səhvi tapasam. Buna yazdım. Bir dənə səhvlik var. Bu kodda bir dənə səhvlik var. Gəl tapa biləcəksən hələ. Kodda saklayayım. Bəli. Xırda bir dənə səhvlik var. Böyük demeyim ki, axtaracağın yeri tapasan. Hardadır səhv? Evet. Harda səhvin var? Aha. Ama iyi burası. Bəli. İ yazmalıyıq. X yox. Varsın. Şey. Sən Evet. işlədək. İndi sən gör necə qəşəng bir kod. Bayaqları mən sənə demişdim ki, buradakı hər bir rəqəmi yoxlamaq üçün x əvvəlcə 3 verməlisən, 5 verməlisən, 2 verməlisən, bir-bir hamısını yoxlamalısan. Burada nə elədin? Kodu yazdın, dövrün içinə saldın, hər bir rəqəmi avtomatik yazdın, bu if else şərtini tətbiq et. İşlədək baxaq. Gəl, sonra çəkərsən hələ bir dənə kodu əlavə edeyim. Gəl bunların yanına bir dənə i yazaq. Yox, bura yazmayaq. Bəs bunu niyə yazıram? İ vergül yazdım. Buraya i vergül yazıram. Niyə i vergül yazıram? Çünkü her biri bir şeydi. Hər bir rəqəmlə görək. Şaşdım görək nədir, neçədir. İşlədək. 3. Birinci rəqəmimiz 3 imiş. Və 9 şərtini çıxardım. Hansı işləyibdi? Bu. Bu. İkinci rəqəmimiz nədir? 5. Hansı işləyib? Sadə ədədlərdə işləyib. 2-yə baxırıq. 2 2-yə bölünür çıxardım. Çok güzel. Hesablayıb da. Sadə ədədlər imiş. Səsəydi sadə ədədmiş. Bilmirəm, bəlkə də o yoxdur, yox. 2, 3 yoxdur. Hə. Sonra 9-da nə var? 9. 81-i hesablayıb. 7 sadə ədəd kimi verib. Görsən hamısı bir-bir bizim üçün çıxardı. Daha da bunu düzəlsə daha da qəşəng düzəldə bilərik. Məsələn, biraz da belə wow şəkildə yazaq. Dırnağı içə salaq bunu. Ya biz belə bir şey keçmişdik. Bunun qabağına bir dənə F yazaq. Nə gəlir?
Yadına düşür. Bunu çox az göstərmişəm. Hansı mötərizədən gəlir? Bəzəkli mötərizə. Aslında düzdür, bunun adı biraz riyaziyyatda başqadır, kodlaşdırmada bunu əsasən böyük mötərizədə deyəmək olur. Bəzəkli mötərizə deyə istifadə olunur. Burada nə yazırıq? Burada yazaq ki, tutaq ki, i bərabərdir. Daha səviyyəli bir kodumuzu daha da professional oluşturaq. Hamısı üçün eyni şey eləyək. Burada yazaq. İşlədəkmi? Daha qəşəng görsənsin də. İndi necə oldu? Gəl kodu biraz da daha professionallaşdıraq. Nədir? Daha belə deyək də səliqəli olsun. Cavabı görsənməsin deyə. Bundan aşağıdakı indikidir, yuxarıda dəyişiklik edəcəm. Bax bunu silirəm. Bunu silirəm. Bax bura qoşa nöqtə yazdım. Bunu gətirib Ctrl X, Ctrl bir dənə də bəzəkli mötərizə. Niyə bu bəzəkli mötərizə içində yazmaq ehtiyacı duyuram? Aha, çünki hesablama var. Bunun içərisində bir hesablama var. Yox, siz Aha. Burada bunu da gəl silək birbaşa. Ctrl X eləyək, gətirək burada yazaq. Uy, nə kopyaladım ki mən? Ctrl X. Gətirək bunu buraya yazaq, Ctrl V. Bu daha yaxşı bir səliqəli bir kod yazdıq. Aha. Bu oldu bizim artıq ən belə deyək professional mötərizəsi. Azərbaycan dili müəllimisən sən. Düzəlsən. Ümumiyyətlə kodda bax nə xırda səhv görürsənsə düzəltməlisən. Nə xırda səhv görürsən düzəltməlisən. Ha, hərf səhvlər. Ben deyirəm Azərbaycan dili dərsi deyir ki, müəllim bu belə olmaz. Biz kod yazırıq da, sürətli yazırıq. Belə Necə? dırnaq biri çoxdur. Ay sağ ol. Bax bu qəşəng nüansı. Ki burada iki dənə dırnaq var. Bilirsən, gözəl. Aha, indi bunu işlətsək. Yox, daha bəxtli. Kodu işlətsək. Wow. Vay valla, bax görək. Əslində cavab eyni çıxa bilər. Baxaq. Eyni çıxdı. Bəs fərq nədir? Bu professional yazılışdır. Bu isə təzə, amatör yazılışdır. Yəni sən hələ hansı yazsan yaz, mənim üçün qəbuldur. Ha. Ay amatör, ay professional, amma bunu görmək daha yaxşıdır. Yaxşısını gör ki, bir dəfə yaxşısını öyrənəsən. İndi artıq bunu çək, qəşəngcə. İndi özümüzdə bir yerdə uşaqlarla yazaq. Başqa sual. Hər şey aydındır? Bəli. Okay. Başqa görək, başqa nə keçə bilər. İndi sənə mən tapşırıq verirəm, o tapşırığı artıq sən işlə. Biz də bu dayandıraq rekordumuzu.